Ay Şimşək, gör səni hara gətirmişəm. Qəşəng də kostyum geyinib gəlmişsən. Qubada, şəhərin mərkəzində Prior var. Kənd adamı birinci dəfə traktor qapısı açacaq. Nə qədər aç gözü lazımdır sənə? Gəl birinci mən oturum, sonra sən oturarsan. Nə tərzdə kənd adamı? Şəhər tezdən durub işləməyin yeri var. Qəşəkdir, qəşəng. İnanırsan zövq aldın. Saat 6-7-in yarısında oyanmışam. Yem yığdıq qardaşla. Əladır. Amma traktorumuz elə bir balaca nasazlığı var. Biraz nasaz. Burada sizdə Qubada Prior Leasingin filialı da var. Orada yaxşı traktorlar var. Onların deyəsən maraqlı bir kampaniyası da var. Deməli, köhnəni gətirirsən, təzəni aparırsan. Məsləhət ki, gedək elə sənlə bir yerdə ora. Seçəyi şərtləri bilirsən də, onda götürəndə 40% dövlət dəstək verir. Yəni 40%-ni dövlət ödəyir. Çox gedək. Gedək. Kənd adamı kənd yollarında. Ay Şimşək, gör səni hara gətirmişəm. Gör nə gözəl yerə gətirmişəm səni. Ya Allah. Qardaş, salam aleyküm. Salam, hər vaxtınız xeyir, xoş gəlmişsiniz. Nə var, nə yox? Sağ olun, siz necəsiniz? Adın nədir? İmran. İmran. Mən də kənd adamıyam. Sağ olun, xoş gəlmişsiniz. Şimşək çox yaxşı təsərrüfat adamıdır. Bugün onların təsərrüfatında işlədim mən əməlli baş. Qəşəng traktorları var, amma dedim ondan daha yaxşısı var. Dedim, demədim. Dedim, gəl səni aparım burada Qubada. Şəhərin mərkəzindədir, yaxındadır burada deyil. Asan xidmət. Burada Prior var. Gəl orada bir traktorlara baxaq, dəyiş. Onlarda deyəsən kampaniyada var, hə? Bəli. Nə kampaniyanız var? Bizdə köhnə traktoru yeni traktorla əvəz edirik. Elə bir köhnə telefonu Bəli. aparırsan, təzə telefon verilir. Köhnə traktoru gətirirsiniz, yenisi ilə əvəz edirik. Bizdə trading layihəsidir. Trading layihəsi. Elə düz vaxtında gəlmişsiniz, tam vaxtında. Yaxşı vaxtında gəlmiş. Traktor da gətirmişik, evakuatorla qiymətləndirməlisiniz də yəqin. Bəli, gətirmişsiniz lap yaxşı. Baxış keçirdirik, qiymətləndiririk. Həmin traktoru götürürük və sizə onu götürüb yeni traktoru əvəzinə veririk. Hesablayırsınız ki, bunun traktorun qiyməti neçədir? Şimşək belə də, yəni. Bəli. Sonra məsələn rəqəmin Yenisinin qiymətindən çıxırıq, onu veririk. çıxırlar, əladır da. Qabağa düşürsən qardaş. Bir də Landini var. Landini də var, hə? İtalyandır da o. Bəli, Landini İtalyandır, yüksək keyfiyyətə malik traktordur. Daha sonra New Holland mən sizə məsləhət görə bilərəm. Nə qədər at gözü lazımdır sənə Şimşək? Landini məsləhət görərəm. Nə qəşəng traktorlardır bunlar. Test drive eləmək olur İmran? Olur. Oturub sürmək olar? Olar, niyə olmaz? Ver mən açım da, nə olar, maraqlıdır. Birinci dəfə traktor qapısı açır. Kənd adamı birinci dəfə traktor qapısı açacaq. Açılmır axı? Açın. Açıldı. Gözəl. Gəl birinci mən oturum, sonra sən oturarsan. Ya Allah. Ay İmran, pəncələri var bunun? Var. Hər bir funksiyası var. Avtopilotu zad da var bunun. Bəh, səsə bax sən. Qəşəng. Mən sənin yerinə olsam elə indi alıb bunu sənədləşdirib gedərəm. Traktoru gətirmirsən, qiymətləndirsinlər. Keçə İmran endirim eləsin, kənd adamına görə endirim eləyəcəksən. Hə İmran? Bəli. İndirim edəcəm. Şimşək, mən xodladım, gəl sən də sür. Həbə sən alacaqsan, sən işlər edəcəksən, gəl sən sür. Nətərdir ay Şimşək? Çox gözəl. Amma düzün denən. Yox, Xoşuna həqiqətən gəldi. də gözəl. Rahat da. Çox rahat, komfortu, Komfortu, işləməsi. işləməsi. Görmüsən o təsərrüfatında nə işlər görə bilərik? Çox gözəl. Mənə elə gəlir ki, bax traktorla səni qiymətləndirsinlər, elə qəşəng də kostyum geyinib gəlmisən. Necə deyirlər, sənədləşdirək, hə İmran? Bunu hesablasın mütəxəssisləriniz. Qiyməti deyin, endirim eləyin, qardaş da evakuatora qoysun, aparsın təsərrüfatı. Kənd adamına görə də endirim Mənə görə olacaqdır. 100% endirim olacaq. Dayan Şimşək, görüm nə hədiyyədir bu qardaş. Traktorun mübarəkdir. Mənə traktordan başqa bu da maraqlı ki, görüm nə hədiyyə verdi sənə Prior. Bəh. Gör nə qəşəngdir. Geyinərsən, burada stəkan var, qoyarsan stolun üstünə, çay içərsən. Burada yazarsan özünün təsərrüfatdakı işlərini. Görüşərik. Adamlara təşəkkürümüzü bildiririk. Şimşək, xeyirli olsun qardaş. Xeyir işlərə sürəsən. Mübarəkdir. Sürürsən düz Küçəyi kəndinə. Sağ salamat.